Türk arasında sülh müqaviləsi yalnız Ermənistandakı seçkilərdən sonra imzalanması ehtimalı daha çoxdur. Və bunun da belə, hər halda məndə belə bir qənaət var idi ki, seçki ərəfəsində Nikol Paşinyan bir sıra yəni böyük siyasi addımlar atmağa, xüsusilə Ermənistan-Azərbaycan normallaşma prosesində risk etməz. Yəni onu nəzərə almalıyıq ki, bizim əsas tələbimiz Ermənistandan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Və Nikol Paşinyan hökuməti də Ermənistan konstitusiyasının dəyişdirilməsini indiki mərhələdə riskli hesab edir. Yəni seçki ərəfəsində. Yəni onun rəqibləri, xüsusən revanşist qüvvələr daim Nikol Paşinyana qarşı, hakim partiyaya qarşı bu məsələdən istifadə edirlər və hesab bildirirlər ki, Nikol Paşinyan məhz Azərbaycan tələbi ilə Ermənistan konstitusiyasını dəyişir və s. və müxtəlif məsələlərdə ittiham edirlər. Və düşünürəm ki, o daxili siyasi diskurs səbəbindən, daxili siyasi diskursda baş verən bu müzakirələrdən ehtiyat edərək Nikol Paşinyan seçkilərdən sonra daha, necə deyərlər, özünə inamlı formada müəyyən konkret addımlar ata bilər. Nikol Paşinyan və yaxın ətraf tərəfindən Ermənistanda konstitusiya dəyişikliyə bağlı səsləndirilən bu ziddiyyətli fikirlər hesab edirəm ki, daxili siyasi mübarizənin bir elementidir. Yəni, bir qədər əvvəl qeyd etdiyim kimi, konstitusiya mövzusu Ermənistanda iqtidarla müxalifət arasında daim müzakirə olunan və qarşılıqlı olaraq ittiham kimi istifadə olunan bir mövzudur və bu səbəbdən də Nikol Paşinyan konstitusiya dəyişdirilməsi məsələsi ilə bağlı və bugünə qədər sizin də qeyd etdiyiniz kimi bir sıra ziddiyyətli fikirlər səsləndirib. Ancaq görünən odur ki, yəni Ermənistan hakimiyyətinin mövqeyi və Nikol Paşinyanın səsləndirdiyi fikirləri biz son təxminən il yarım ərzində səsləndirdiyi fikirləri biz baxsaq, görərik ki, Ermənistan hakimiyyəti seçkilərdən sonra Ermənistan konstitusiyasını, yeni konstitusiyanın qəbul edilməsini planlaşdırır. Hələ ötən ilin yayında Nikol Paşinyan, onlarda bir Konstitusiya İslahatları Şurası var. Onlara tapşırıq vermişdir ki, 2026-cı ilin sonlarına qədər yeni konstitusiya layihəsi təqdim olunmalıdır. Və görünən odur ki, Ermənistan hakimiyyəti seçkilərə qədər deyil, seçkilərdən sonra yeni konstitusiyanın qəbul olunması ilə bağlı müəyyən addımlar atacaq. İndi onlar başqa cür adlandırır. Məsələn, biz tələb edirik ki, konstitusiya dəyişdirilsin, onlar deyir ki, yox. Burada Azərbaycan tələbləri o qədər də rol oynamır. Biz özümüz planlaşdırırıq yeni konstitusiya qəbul olmağa, yeni şərait yaranıb, yeni reallıqlar formalaşıb. Ancaq nəticə dəyişmir Züleyxa xanım. Nəticə ondan ibarətdir ki, onlar yeni konstitusiya qəbul edəcəklər və hər halda böyük ehtimal olan və bizim də gözlədiyimiz odur ki, Azərbaycanı narahat edən məqamlar həmin konstitusiyada, yəni ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən məqamlar həmin konstitusiyada əks olunmayacaq. Müsbət dinamika görə bilmirik. İlk növbədə o səbəbdən ki, yəni bugünə qədər Ermənistan hakimiyyəti ilə Azərbaycanın mövqeyi arasında anklav kəndlərlə bağlı fikir ayrılığı var. Yəni həmin fikir ayrılığı aradan qaldırılmıyor. Və düşünürəm ki, əgər fikir ayrılığı aradan qaldırılacaqsa və artıq həmin anklavlarla bağlı müəyyən siyasi qərarlar qəbul olunacaqsa, artıq bu məsələdə öz həllini tapacaq. Yəni, delimitasiya məsələsi sadə məsələ deyil. Yalnız onu siyasi məsələ kimi dəyərləndirmək də doğru olmazdı. Yəni, həm də əvvəllər də qeyd etdiyimiz kimi texniki prosesdir və müəyyən vaxt tələb edir, iş tələb edir. Ancaq ümidverici haldır ki, bu istiqamətdə də işlər davam edir. Yəni, delimitasiya, bilirsiniz ki, bu yaxınlarda Ermənistan-Azərbaycan hökumət komissiyaları Qəbələdə görüş keçirdi və görünən odur ki, artıq bu istiqamətdə də fəaliyyət davam edir. Və bütövlükdə siz bir qədər əvvəl sual vermişdiniz ki, sülh prosesini necə dəyərləndirirsiniz? Əlbəttə ki, sülh prosesində biz müsbət dinamikanı müşahidə edirik və həm sülh müqaviləsinin imzalanması ilə bağlı, həm delimitasiya ilə bağlı olsun, digər məsələlərlə bağlı. Əlbəttə ki, yəni bütün bunlar bizi ona deməyə əsas verir ki, hər halda sülh müqaviləsinin imzalanması məsələsi çox da uzaqda deyil və əlbəttə ki, burada yəni çox faktorlar biz nəzərə almalıyıq, o cümlədən də Ermənistan daxilində baş verən hadisələri, prosesləri və düşünürəm ki,
hər halda Ermənistan daxilində baş verən proseslər gözlənilməz, həmin proseslərdə gözlənilməz nəticələr olmazsa, biz çox da uzaq olmayan gələcəkdə sülh müqaviləsini Ermənistanla imzalaya bilərik. Elə bir sənədin imzalanması bütövlükdə iki ölkə arasındakı sülh prosesinə yalnız və yalnız mənfi təsir göstərir, neqativ təsir göstərir və keçmiş münaqişənin xatırlanması və digər Azərbaycan tərəfindən qəbul olunmayan məqamların Ermənistan-Avropa İttifaqı siyasi gündəliyinə daxil edilməsi qeyd etdiyimiz kimi, təbii ki, Azərbaycan tərəfindən xoş qarşılana bilməz. Bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi öz haqlı etirazını bildirir. Və digər tərəfdən də, yəni Avropa İttifaqı rəsmiləri, yeni formalaşan struktur, yəni yeni administrasiyası belə demək mümkündürsə, son aylarda onların fəaliyyəti, səsləndirdiyi fikirlər müəyyən mənada biz reallığa uyğun fikirlər kimi dəyərləndirmişik, müsbət dəyərləndirmişik və belə olan halda onların Ermənistanla imzaladıkları o siyasi gündəlikdə sülh prosesinə mane olan məqamlar həmin gündəlikdə əks olunması Azərbaycanı və bizi xeyli təəccübləndirir. Və bütövlükdə qeyd etdiyimiz kimi, bu siyasi gündəlikdə əks olunan məqamlar yalnız və yalnız bölgədə sülh istəməyən qüvvələrin fikirlərini, rəyini ifadə edə bilər, onların maraqlarına uyğun ola bilər. Ya ki, Avropa İttifaqı öz siyasətinə, regional siyasətinə yenidən nəzər salmalıdır.